Ya Allah, hər vaxtınız xeyir olsun. Əziz millətim, əziz xalqım, Allah sizlərə bərəkət versin. Əziz dostlar, bu gün Biləcər qəsəbəsindəyik. Məlik Aslanov küçəsi, döngə 4-dür bura. Biz ünvanı həmişə dəqiq deyirik. Deməli, qarşıda gördüğünüz bu evdir. Həyətində üzüm ağacı, biraz görsəz? Bəli, göstərir. Həyətində üzüm tənəyi də var. Əziz dostlar, həyətində maşında yerləşir. Ev üç otaqlı evdir. Evin yaxınlığında supermarket var. 91 nömrəli marşrut. Evin tam yaxınlığından keçir əziz dostlar. Gəl qardaşım. Demək əziz dostlar, görsət həyətyanısın. O kiçik bir həyətyanı xudmanı şahisi var burada. Qeyd etdiyimiz kimi. Üzüm ağacı da var. Həyətində ünvanlığı var. 5 daşın üstündədir dostlar ev. 5 daşın üstündə inşa olunur. Ev cüt daşdır. Gəlin görsət bura fadbalı. Fadbalı da qupqurudur. Gel qardaşım. Ev əziz dostlar. Bir mətbəx, hamam sanitar qovşağı, qonaq otağı və 2 yataq otağından ibarətdir. Evin yaşayış sahəsi tam-tamına 80 kvadrat metrdir. 85 kvadrat metrdir, üzr istəyirəm. Təbliğdən görsək tam zalda təqdimat edərik. Ya Allah, əziz dostlar, gördüyünüz kimi bir otaq, yataq otağı buradadır. Səliqəli bir otaqdır. İkinci bir otaq. İsfanidir, gördüyünüz kimi. Çox səliqəli. Hamam sanitar qovşağı bir yerdədir. Hamam sanitar qovşağı abi gördüyünüz kimi bir yerdədir. Mətbəxi görsək. Siz baxmayın bir, kameraya baxmayın, zəhmət olmadan. Burada gördüyünüz kimi. Ev yox, heç olmaz, ev yox. Heç olmaz. Evin mətbəx hissəsidir. Burada evin zal hissəsi. Bu evin qonaq otağıdır. İnşallah ki kim gəlsə görəcək, ev doğrudan da çox əla bir yerdədir. Qapısının ağzına qədər asfaltdır. Yaxınlıqda böyük supermarket var. 30-40 metrliyində. Çox rahat bir yerdə yerləşir əziz dostlar evimiz. Deməli, evin sənədi bələdiyyə sənədidir. Dostlar, qiyməti də çox münasibdir. İnanın ki, bugün bu qiymətə, bu ərazidə ev tapmaq demək olar ki, qeyri-mümkündür. Çox yaxşı sərfəli qiymətədir, əziz dostlar. Ev cütdaşdan ibarətdir. Üstü paket qurulub, qəşəng çox. Yəni, şəxsi özü üçün inşa olunmuş evdir. Bu evdə nələr qalacaq? Evdə də deməli, home radiatör qalır təbii ki, kuxla meyveli qalır, mətbəx qalır meyveli, üst surma gördüyünüz qalır və burada digər əşyalarında qalmağa mümkündür ev sahibi ilə inşallah razılaşandan sonra. Dostlar, evimizin start qiyməti 67.000 manata təyin olub, 67.000 manata. İnşallah real müştəriyə də ev sahibi tərəfindən inşallah razılaşma olacaq Allahın köməyi ilə. Kim varsa Allah xeyrin versin, çox rahat bir yerdə yaşamaqsın, həqiqətən. Yaşamaqsın çox gözəl bir məhlədir. İnşallah gələn özü görəcək. Allah satana da, ona da xeyir versin. Əziyyət keçən hər bir kəsə də inşallah xeyir versin. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib, rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Allah ev olmayanlara ev qismət eləsin. İnşallah Allah hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirik.